İkinci Qarabağ müharibəsində qardaşı şəhid, özü vətən müharibəsi əlili olan Əkbərov Orxan Şahidoğlu 17 may 1996-cı ildə Lirik rayonu Livadirqə kəndində anadan olub. O 2002-ci ildə Livadirqə kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. Orxan 2004-cü ildə təhsilini Bakı şəhəri Xəzər rayonu 322 saylı tam orta məktəbdə davam etdirib. Orta məktəbi uğurla başa vurduqdan sonra 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2017-ci ildə motoatıcı ixtisası üzrə təhsilini başa vurduqdan sonra xüsusi təyinatlı qüvvələrin kursuna göndərilib. Həmin ilin oktyabr ayında kursu müvəffəqiyyətlə bitirərək xüsusi təyinatlı qüvvələrin en saylı hərbi hissəsində leytenant kimi qrup komandirinin müavini olaraq xidmətə başlayıb. Orxan Əkbərov 2018-ci ildə Türkiyə Cümhuriyyətinin Isparta şəhərinə təməl komando kursunu göndərilib. Kursu müvəffəqiyyətlə bitirib xidməti yerinə qayıtdıqdan sonra xidmətinə xüsusi təyinatlı qüvvələrin digər bir hərbi hissəsində baş kəşfiyyatçı olaraq davam etdirib. O, 2020-ci ilin sentyabr ayında 44 günlük vətən müharibəsi başlayanda qrup komandirinin müavini olaraq döyüşlərə qatılıb. Sentyabrın 29-da Kəlbəcər rayon Susuzluq kəndində gedən şiddətli döyüşlərdə yaralanır. O, hərbi hospitalda 2 gün müalicə aldıqdan sonra yenidən ordu sıralarına döyüş meydanına qayıdır. Baş leytenant Orxan Əkbərov 3-cü dərəcəli vətən müharibəsi əlili kimi ordudan ehtiyata buraxılır. Ailəlidir. Bir övladı var. Orxan Əkbərovun qardaşı Əmrah Əkbərov 2-ci Qarabağ müharibəsində şəhid olub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Orxan Əkbərov Şuşanın, Kəlbəcərin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə vətən uğrunda, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalları ilə təltif edilib. O, həmçinin Vətən müharibəsi iştirakçısı medalı ilə də təltif olunub.